Sonunda artıq Qarabağın Bəhlulla yolları ayırıb-ayırmamaq məsələsi var Qarabağın. Çox müzakirə olunur. Bax, mən bir şey deyim. Sabahda mən işləyərkən, o vaxt biz Qəbələdən Bəhlulu gətirmişdik Sabaha. O vaxt analitiklərimiz oturub təhlil eləmişdilər ki, Bəhlul bəlkə azarkeşlərə gözlə görünməyəcək, amma peşəkarlar, analitiklər baxanda görülək çox mövqe səhvlərinə yol verir. Və bu barədə neçə dəfə o vaxt Bəhlulla mənim də söhbətlərim oldu. Bəhlul çox belə erudisiyalı oğlandır, çox kitab oxuyur, çox mütaliəli adamdır. Hətta yadımdadır təlim məşq toplanışlarında, o vaxt bizim vaxtımızda da mətbuat katibi dostumuz Elnur Əmidov idi. Elə o vaxtda Elnurla məsələn gördüm şahmat oynayır. Elnurdan soruşdum ki, dirəniş gətirə bilirdi. Elnur kifayət yaxşı şahmat oynayan adamdır. Yəni şahmatı da var. Baxırsan ki, hər cür belə intellektual səviyyəyə də malik oyunçudur və istedadı var. Amma o vaxtda mən Bəhlulu çağırdım, söhbət edim. Bəhlul nədir qardaş, nə alınmır? Belə bir arqument gətirdi ki, tez-tez məşqçilər dəyişir, hər məşqçinin öz tələbləri olur. Biri müdafiədən oynamağa, biri müdafiədən tez çıxmağa, biri mövqedə belə çıxış eləmək istəyir. Ona görə bir növ onun da o ayarları pozulur deyə istədiyi futbol sərgiləyə bilməmək kimi bir səbəb gətirmişdi. Amma bilirik ki, neçə illərdir Qarabağdır. Qurban Qurbanov kimi məşqçinin əlinin altındadır. Bir periyodda kifayət qədər artırmışdı. Hətta ümidlər vardı ki, belə Bəhlulla, bu Bəhlulla 100% ki, hardansa yaxşı bir təkliflər olacaq xaricdən. Amma sonradan nə baş verdi, nə oldu, necə oldu, baxdıq ki, Bəhlul bu mövsümü çox pis keçirir. Avrokuboklarda çox ciddi səhvlər oldu. Enişə doğru getdi. Hətta bəzi oyunlarda o ağsaqqal Bədavi belə ondan daha etibarlı görünürdü. Yəni, Bəhlul çox düşünməlidir, çox fikirləşməlidir. Bizim tək-tük istedadlı futbolçumuz var. Hansılara ki, biz ümid edirik ki, bunlar gedib bizi Avropada layiqincə hansısa klublarda təmsil edirlər. Onların da hərəsinin bir bədbəxtçiliyi var. Hərəsinin bir tərəfdən axsaqlığı var. Mən indi istəmirəm bilmədiyim mövzulara girim, danışım, amma rejimlə məncə fikir versin. Məncə biraz harda nəyi eləyə bilmir, o barədə ciddi düşünsün. Karyera qısadır, bir də gözü açıb bağlayırsan ki, bitdi karyera, bir şey də eləmədin. 3-5 manat kimsə pul qazanır, bilmirik sonra ondan necə istifadə eləyir. Bəziləri məşqçiyə girir, onda çox az bir qismində məşqçilik ya alınır, ya alınmır. Və ona görə biraz məncə Bəhlul ciddi gələcək barədə düşünsün.